Qəbələdə son günlər müşahidə olunan güclü külək, leysan yağışlar və dolu rayonunda turizm məqsədi ilə inşa edilən A-frame tipli evlərə ciddi ziyan vurub. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda tikilinin dam örtüklərinin qopduğu, konstruksiyaların deformasiyaya uğradığı, evin yararsız vəziyyətə düşdüyü görünür. Qeyd eləyək ki, son illərdə xüsusilə Qəbələ, Quba, Şamaxı və İsmayıllı kimi turizm bölgələrində geniş yayılan A-frame evlərə tələbatın artması tikinti prosesinin sürətlənməsinə səbəb olub. Lakin bəzi hallarda tikinti işlərinin lazımi mühəndis hesablamaları aparılmadan və təhlükəsizlik normalarına tam riayət edilmədən həyata keçirildiyi bildirilir. Bildirilir ki, bu tip evlər estetik görünüşü və qısa müddətdə inşa olması ilə seçilsə də onların külək yükünə, güclü yağıntılara və digər ekstremal hava hadisələrinə davamlılığı layihələndirmə və istifadə olunan materialların keyfiyyətindən birbaşa asılıdır.